Hər kəs salam. Hər kəsə salam. Mən karyeramıza qaldığı yerdən davam edirik. 3-cü bölümdə sizin qarşınızdayam. 33 yaşım var. Real Deməli, ən son liqada 12-ci yerdə idik. Ara transfer dövründə gözəl transferlərlə bağlamışdıq. 30 xalımız var, 1 averaj. Çətin də olsa hədəfimiz əslində ilk 3-ə girmək idi, amma artıq 16 xal fərqi var, yəni mümkün görünmür. 10 maç var qarşıda. Ən azından yaxşı bir oyun oynayaraq heç olmasa ilk 7-8 komandanın içində bitirməyi ümid edirik. Heyətə girək, ilk olaraq oynatdığımız oyuna baxaq. Uzun top elə məntiqlidir əslində. Ancaq belə görürəm ki, uzun topun uğursuz oldu komanda. Müəyyən bir taktik dəyişikliyini etmək istəyirəm. Belə baxanda kontra-atak heç oynatmağı xoşladığım bir tərz deyil, yəni sıxıcı tərzdir, necə deyirlər. Oturub bütün oyun rəqibi gözləyirsən, axırda 1-2 hücum əldə edirsən, ya yox. Dikey tik-tak oynatacağam. Düzülüş olaraq isə 4-1-2-1-2-1 bomba düzülüşdür. Bu arada oyun öncəsi oyunçuların moralini artırmaq üçün tək-tək oyunçularla danışacağam. Deməli, oyunçuların hamısı ilə danışıb qurtardım. Şəxsi danışıq eləmək hər zaman oyunçuların moralini yaxşı təsir edir. Bir də bir şeyə fikir verdim, oyunçuların hamısı mənə qarşı nifrət hiss edirdi. Ayrı-ayrı hamısı ilə problemi həll etməyə çalışdım, danışıb. Heç nə, bu ilk 11 ilə oyuna başlayırıq. Slory yeni transferim ilk qolunu atdı. Yəni, bu transfer eləyərkən çox güvənirdim. 13 milyon pulumun hamısını işlətmişdim. Hələ %50 növbət satışdan pay da vermişəm, yəni komanda satmırdı yoxsa. Yenə Slory. Möhtəşəm də bu oyuncu. Takip listəmə əlavə edirəm. Elə-belə Mırta Mahir Emrəlini transfer eləmək də olar gələcək üçün. Və oyunu qalibiyyətlə başa vururuq. Kaiserslautern qarşısında qalibiyyət alırıq. Yəni qarşımızda 9 oyun var və bağlanmalı olan 13 puan fərqi var. Fikstürlərə baxıram. Ancaq nisbətən daha rahat oyunlara, biraz Hertha oyunu biraz çətindir. Wittmann tarix yazdı. Oyda. Bundesliga 2-də ilk qadın menecer. Bəlkə bilərsiniz, əsl həyatda Bundesliga-da qadın menecer var idi bu il. Dəqiq bilmirəm, deyəsən Werder Bremen-də məşq idi də. İndi oyunun gerçəkçiliyinə bax ki, onu da düşünüblər. Qadın menecer gəlib 2-ci liqada. Nəysə, başlayaq oyuna. Dəngəli danışaq. Bu oyun qalibiyyət almaq biraz çətin məsələdir. Bir xal da olsa bəsimizdir. Gol vurdu. Klariçia gol. Son dəqiqələr, hətta son saniyələrdə gol. İkinci oyunda da 3-1 məğlub olduq. Deməli, qaldığımız yerdən davam edirik. Holstein Kiel ilə maça çıxacaq. Maç taktikimiz yerindədir, hər şey qaydasında ki, başqa komanda məndən maraqlansın. Və bu arada gol atdıq. Ara yerdə, söhbət edilən yerdə Kanada oyunçu Miyoshi. Xəta gələrmi? Gəldi. Oy. Bu hücumçum ikinci qolunu atır. 2 qol da möhtəşəm qol deyən atdığı. Maç bitdi. 2-0 qalibiyyət qazandıq. Gözəl bir nəticə ilə liqada 10-cu yerə qədər yüksəlməyi bacardıq. Dünya Kuboku üçün qrup etabı, kurallar çəkilir. Qatlar maraqlıdır. Bu arada hal-hazırda əsl həyatda da Dünya Kuboku davam elədiyi dönəmdir. Bugün ən maraqlı oyun günlərindən biridir. Qruplara baxaq. Birinci qrup İtaliya var. Elə də Senegal falan ortalama bir qrupdur. Paraguay, Braziliya. Hələ ki belə dəhşət ölüm qrupu deyiləcək bir şey görmürəm burada. Almaniya, Hırvatistan qrupu var, yaxşıdır. Argentinanın qrupu yaxşıdır. Mısır, Ukrayna, İran. Portekiz, Uruguay, Panama, Gana. Bu da zordur. Türkiyə yoxdur bu arada kubokda. Hər şey qaydasındadır. Kvarteng mən satmışdım bu oyuncunu. Neyini görürsən orada? 4 oyunu heç nə eləməyib. Sol qanad çünki orta sahada hücumda oynatırlar.
gəlib kilidi bizə qarşı açmasın da, ilk qolunu bizə qarşı atmasın. Ümid edirəm. Konuş artık. Kalmanda sezonu görürsən 10 qolla tamamlaya bilər. Biraz çətin görünür. Yaxşı olar bacarsa. Təəssüf ki, qapımızda boş bir qol görürük. Bu maçda da bərabərlik aldı komandamız. Təəssüf ki, ikinci hissədə bir qol buraxdıq. Çox boş bir qol qarşılıqdan. Maçı başlatdıq. Bochum kimlə rastlaşır? Eintracht Braunschweig. Ay, təəssüf ki, top qapımızdadır. Çox boş bir qol. Kornerdən gələn topu oyunçu saxlatıb vurmağa bir şərait tapdı da, yəni. O cür düşünək. Cərimə zərbəsi. Qapıcı çıxardı. Bu hücum nəsə qola oxşuyur. Qol. Yenə həmin oyuncu forvet təzə aldığım Kalman qol vurur. Hücum bizimdir. Pannevik Bero. Sezonun 10-cu qolu. Qapımızda qol görürük, təəssüf ki. Yenə bir bərabərlik ilə yekunlaşır oyun. Dinamo Dresden yenə çətin bir rəqibə qarşı oynayacaq. Görək qadın menecerlər nə edir, vəziyyət nə yerdədir. Qalibiyyət almayıblar qadın menecer gələndən bəri. Dinamo Dresden normalda çətindir komanda olaraq. İndi daha menecerlər qadındır, yəni ki, rahat oynarlar. Gerçəkçi olardı yəni oyun. Maçda qalibiyyət alsalar, küme düşməkdən qurtulurlar, yəni sıralamada bir üst pilləyə çıxırlar. Bir bərabərlik daha, 0-0 bitən bir oyun. Yenə bərabərə, bir bərabərlik. Deməli, belə bir oyuncu tapdım. Sözləşməsi sona erməyə üzrədir də. Sezon sonu sözləşməsi bitir. Yeni oyuncu ilə anlaşdıq. Bu hissədə bir neçə sözləşməsi sezon sonu bitən oyuncu ilə anlaşıram, ancaq sürpriz olaraq qalsın, gələn bölüm onları ətraflı olaraq incələyərik. Hannover qarşısında da 2-1 qalibiyyət. İki kulüp Pannevik üçün təklif eləyib. 5.75 qəbul. Liqanın sonuncu oyununa çıxırıq. Miyoshin qolu. 3 qol atdı da oyuncu axır sezon sonuna kimi. Əsas sağ qanad oyuncusu hər oyun oynayıb 3 qol atmağı bacarıb. Oyunun sonlarında rəqibi baskı altına alsaq da hesab elə 1-0 yekunlaşır və sezonun son oyununu qalibiyyətlə başa vururuq. Əla bir nəticədir və sezonu 8-ci tamamlayırıq. Mən komanda gələndə komanda 9-cu idi. Bir pillə irəlilədi komanda. Belə ki, sözləşməsi sona erən neçə dənə oyuncu ilə razılaşmaya vardıq indidən. Təxminən 7-8 dənə gənc oyuncularla, bir də bir 25 yaşında sağ bek oyuncusu ilə razılığa gəldik. Gələn bölümdə onlar da komandaya qatılacaq. 44 gün ərzində transfer dönəmi açılır. Biz də əlimizdə olan yönətimin verdiyi pul ilə oyuncular sataraq əldə edəcəyimiz pul ilə yeni transfer edəcəyik. Yəni gözəl bir, maraqlı bir bölüm oldu. Bundan əvvəlkindən fərqli olaraq məğlubiyyət çox almadı. Sezonun sonları uğurlu keçdi. Növbəti bölümdə əgər bu komandada qalsaq, Bundesliqaya yüksəlməyə oynayacağıq. Başqa komandaya da keçsək, yenə də uğurlu nəticələr üçün davam edəcəyik. Sağ olun, gələn bölümlərdə görüşənədək.